Salam aleykum kanalımın değerli izləyiciləri. Yeni videoma xoş gəlmisiniz. Necəsiz qızlar? Başım çox qarışıq oldu, nə yalan deyim. Videolar çəksəm də onları oturub heç cür montaj edə bilmirdim. Və yaxud da bəzən heç halım olmurdu. Ümumiyyətlə, yəni birsiz həvəs ölmüşdü sanki. Yəni həvəsim yox idi nəsə video paylaşmağa. Bilmirəm, bu kəndə gedib gəlmişdim, kənd üçün darıxırdım ya nə idisə. Üstümdə belə qəribə bir hal var idi. Hər dəfə əlimə alırdım ki, videoları atım proqrama, montaj eləyim, amma gördüm ki, yox, yəni içimdən gəlmir heç cür onu montaj edib paylaşmaq. Ona görə də baxın belə-belə uzanırdı. Düzü biraz başım da qarışıq idi, vaxt da yox idi. Bu aralar güclü yağışlar da yağdı. Baxın, yəni burada balkonumuzun vəziyyətini sizə göstərirəm. Biz bu evə köçəndə balkon yəni tərtəmiz idi də. Heç bir baxın belə qüsuru yox idi. Təmiz remontlu bir balkon idi, amma bu güclü yağışlardan sonra belə pis vəziyyətə düşdü. Keçən ildə bir dəfə güclü yağış yağmışdı. Onda da biraz yəni islandı. Amma bu səfər də yəni dalbadal yağışlar yağandan sonra baxın belə balkonun içərisinə vururdu. Yəni şüşəyə balkona tərəf yağış vururdu deyə çox su gəldi. Yəni adətən yağış yağanda belə olmur. Normal yağışda olmur. Sadəcə güclü küləkli yağış olanda baxın belə su dolur. Yəni bu təkcə bizdə olmadı. Qaynanım gildə də eyni vəziyyət oldu. Və çox insanlar dedi ki, onlarda da balkona su dolurdu. Amma yenə də əlhəmdülillah, yəni şikayət eləmirik. Çünki bu nədir ki, insanların dərdlərini görəndə, insanlar evlərini itirdilər, nə qədər əşyaları onların zay oldu. Yəni Dağıstanda falan nə qədər ölkələrdə daşqınlar, fəlakətlər oldu. Ona görə də yəni bu heç nədir, düzdür. Yəni bizim ev deyil, ev sahibinə görə əlbəttə ki, üzülürük. Çünki biz gələndə balkon tərtəmiz vəziyyətdə idi. Adam istəyir ki, yəni çıxanda da, təhvil verəndə də evi təmiz təhvil versin. Amma artıq bu bizim əlimizdə olan bir şey deyil. Yəni təbii fəlakət deyək də buna. Yenə də həmd olsun, yəni bu günümüzə də şükür edirik. Və burada təmizləyirəm, bulaşmış yerləri falan, pəncərələri. Düzdür, tam silməni göstərmədim. Ümumi təmizliyi biraz çəkdim ki, sizə də bəlkə motivasiya olar. Keçən dəfəki kənd videolarımdan sonra da qızlar o qədər xoş sözlər aldım ki, heç gözləmədiyim halda birinci kanalımda, ilk kanalımda mən yayda kənddə qalanda videolar paylaşırdım. Yəni kənd videoları. Yəni o videolara elə də yaxşı rəylər məndə gəlmir. Düzdür, mənim daimi izləyicilərim sağ olsunlar. Məni həmişə dəstəkləyən bacılarımı çıxmaq şərti ilə orada bir xeyli insan yazırdı ki, bizə kənd maraqlı deyil, kənd videosu maraqlı deyil. Yəni şəhərdə çəkdiyimiz videolar bundan daha yaxşıdır. Ona görə də sanki bir məndə fikir formalaşmışdı ki, videoların içində dəfələrlə bunu deyirdim ki, yəqin bu videolara baxın olmaz, kəndi çox adam sevmir filan. Amma çox təəccübləndim. Yəni bu qədər izləmə mən gözləmirdim də. Gözlərdim ki, uzaqbaşı 1000-1500, uzaqbaşı 2000 belə izləyən olar ya yox bu kənd videosunu. Amma yenə də təəccübləndim, yaxşı mənada təəccübləndim ki, izləmə çox oldu. Düz demirəm, o izləyən tutaq ki, 10 min izləyibsə, onun hamısı bəyənib videonu. Amma belə ümumi rəyləri götürsək, demək olar ki, pis rəy orada yazan yox idi. Hamısı yaxşı rəylər idi. Yəni Allah hər birinizdən razı olsun. Yəni izləyirsiniz, belə gözəl, xoş sözlər yazırsınız. Allah yəni orada çox insan da yazır ki, biz də istəyirik, xoş durub kənd həyatı. Allah sizə də ən gözəlindən, ən xeyirlisindən nəsib eləsin. Hamının belə kənd evi olsun ki, kənddə bir kiçik də olsa bir evi olsun ki, bir damı olsun ki, gedib arada orada insan baxın belə beynini dincəldə bilsin. Həqiqətən də şəhərdə yaşayan insanın buna çox ehtiyacı var. Və bir izləyicim mənim beynimə belə bir fikir saldı ki, əvvəlki kanalımda olan videoları bu kanalda da paylaşım. Mən də fikirləşdim ki, bu əslində yaxşı bir fikirdir. Ona görə də düzdür, bütün videoları olmasa da bir-iki dənə kənd videosu var məndə səssiz formada çəkilən. İstəyirəm ki, yəni onlardan birini atmışam kanala. Düşünürəm ki, o birislərini də tapa bilsəm, onları da istəyirəm ki, bu kanalda da paylaşım. Yadigar olaraq burada qalsın, xatirə olaraq. Düzdür, indi izlənmə çox olmasa da deyirəm, eyb yoxdur, qoy qalsın yenə də bu kanalda da qalsın mənə. Və qalandakı videolar qızlar ayrı-ayrı günlərdən çəkilən videolardır. Bəziləri hətta Ramazanda çəkdiyim videolardır ki, hissə-hissə onları birləşdirdim. Dedim ki, yəni videolar itbat olmasın. Onları birləşdirim, bir video halına gətirim, sizlə bölüşüm. Yəni bu videoların hamısını bitirəndən sonra çalışacağım artıq yeni gündən normal videolar sizlə paylaşım. Deməli,
Gedirəm qızlar aşağıda. Həm zibilləri atacağım, həm də ürəyimə doğğa damıb. İstəyirəm gedim qatıq alam. Bunlar baxın bitirdiyim yığıcı vasitələrdir. Qabları yığmışdım bir yerə. Gəlin göstərim sizə bu da nədirsə. Bungodur. Bu kalyondur. Budur həmişə aldığım. Bir də Restorex. Mən özüm belə gözlədim, bir yerə yığdım hamısını. Qoy şeyləri də asan olsun. Bunu yığırlar axı. Bəzi insanlar belə qablar yığırlar. Dedim elə onları da asan olsun, bir yerə yığım. 3 banka da götürdüm. 3 banka qatıq götürəcəm inşallah. Bir şeylər üçün də yem götürəcəm. Gedəcəm zibilləri də götürüm, gedim atım gəlim. Biraz da göyərti alacağım doğğa üçün. Getdim, gəldim. Əsas istədiklərimi aldım. 3 banka qatıq, göyərti aldım. Və əlbəttə ki, markete girən adamın klasik halı. Başqa şeylər də aldım. Biraz kartof götürdüm. Kartofu ümumiyyətlə mən son zamanlar belə az götürürəm. Çünki bizlər dadlı kartof mənə hələ ki rast gəlmir. Əvvəllər yadımızdadır, adi kartofu qaynadanda elə ətri çıxırdı ki, bu yəni kartof iyi gəlir də. Qızartmasına hələ heç danışmıram. Yəni bütün evi kartof qızartmasını iyi götürürdü. Amma indi bu axır vaxtlar, yəni son 6 ay ərzində mən aldığım kartoflardan adi qızardıram. Heç elə bir karton qızardırsan da, belə kartofun iyini gəlib belə başlı salasın tavanın içinə ki, bəlkə oradan sənə cüzi bir iyi gələ ya yox. Bilmirəm, bu nə texniki kartoflardır, ya nədirsə çox dadsız, tamsız deyil, bilmirəm. Yəni bunu axır burada yazmışdı türk kartofu da, bilmirəm indi yaxşı deyə yox. Kilosu da ki, qiyməti də ki, heç 1 manat 19 qəpik, qiymətlər də baha. Bilmirəm artıq bu necə çıxacaqsın. Həmişə aldığım dəf kimi nabat aldım. Mənim dadı yaxşı oldu. Bu 1 manat 87 qəpik deyəsən. Qatıq bu arada 1 manat 50 qəpikdir bizdə bankası. Pişik yemi aldım. 2 manat 70 qəpiklidir burada. Belə bir şirə aldım. Bu 1 manat 50 qəpik idi, yoxsa nə qədərsə. Maraqlı gəldi mənə dadı. Belə bir dənə berdi soğuqça. Gələn də inşallah belə əgər çox qatıq alsam, çalışacağım balon götürüm. Çünki balon daha sərfəlidir. Bu eləyir 3 dənəsi 4 manat 50 qəpik. Amma 4 manat 50 qəpiyə də bir balon qatıq satırlar. Orada da ki, bunu bilirsiniz ki, bunlar kilo deyil də. Bu hardasa 700 qramlıq bankalardır. Ona görə balon daha sərfəlidir. Sadəcə məndə evdə balon yoxdur. Qatıqçıda alanda da gec boşalır qabı, onu ərinirəm təzədən bankalara tök, apar balonu qaytar, onun dərdini artıq belə alıram. Amma artıq düşünürəm ki, yəni, nə qədər olsa, orada hardasa 600-700 qrama yaxın belə alanda qatıq itirirəm mən. Ona görə çalışacağım balon alım. Axşama özümə doğğa eləyəcəm. Uşaqlar evdə yoxdur, özümə iftara. İftar da ki, şəvval iftardır. Bilmirəm artıq bu videonu nə vaxt paylaşacağım, amma yəni hal-hazırda tutduğum oruc şəvval ayının orucudur. Yəni, bilənlər bilir ki, 6 gün biz şəvval ayının orucunu tuturuq. Ona görə ürəyimə damıb doğğa. Özüm üçün doğğa eləyəcəm. Bu ara göylərdən nələr aldım? Burada reyhandır. Bu illəri reyhanlar məni ümumiyyətlə şoka saldı. Çünki adətən qışda reyhan tapmaq belə qeyri-mümkün bir şeydir. Amma bu il maşallah olsun, sanki mənim reyhan qurutmağımı gözləyirdilər. Mən bu ilə qışa reyhan qurutmuşdum. Görün nə gözəldir. Mən doğalıq göylərdən deməli alıram. Doğğa ümumiyyətlə bizə qatırıq. Əsas doğaya qatılan bizdə mütləq şomudur. Şomu yəni çox, daha doğrusu ispanaq. Ispanaq çox gözəl dad verir. Ispanaq, keşniş mütləq, bir də nanə. Əsas bu 3 ingrediyentdir. Mən başqa heç nə əlavə etmirəm, nə də sevmirəm, nə petruşkadır, şüyüddür. Mənim üçün bu qeyri-mümkün bir şeydir doğanın içində. Heç sevmirəm. Yəni pişirilən yerlərdə yemişəm, dadını bəyənməmişəm. Yəni mənim ağız dadıma qəti uyğun deyil. Bir də hərdən bir, o da çox yox.
Bəzən olur ki, dağ keşnişi əlavə edə bilərəm. Yəni, amma əsas keşniş, ispanaq, bir də nanə. Göy nanə də ola bilər, quru nanə də ola bilər. Quru nanə həmişə qatıram, yəni oldu olmadı. Amma yaşıl nanə tapsam, mütləq alıram, onu da qatıram. Reyhanı da bura qoyum. Düzdür, yuyub dəsmalın arasında saxlayanda da qalır, amma yəni bu qədər uzun müddət qalmır da. Yəni nəinki bir var yuyub qoyasan, bir var yumuyub qoyasan. Sadəcə bunun bu ən palçıqlı hissəsini bir dəqiqə kəsib atacağım ümumiyyətlə. Çünki bu çox palçıqlıdır. Üstünü bağlayacağım sizin. Bunları da yudum. Paltaryan bayaqdan işləyir. Artıq acımdadır, ona görə səsi gür çıxır. Şö qızlar, doğa da hazırdır. Özümən də çəkmişəm. Gedim axşam yeməyimi, daha doğrusu iftarımı eləyim. Biraz da alışverişim var, gəlin sizə göstərim tez-tez. Axır ki qızlar, çoxdan getmək istədim, Dekolivə getdim. Hara baxırdım, qabağıma çıxırdı Dekoliv. Öyrəndim ki, Sumqayıta ən yaxın Saraydadır. Bu da elə belə yol üstü alışveriş idi. Burada belə bir dənə qalın salfetdir. Görsənir ya yox. 2 manat 30 qəpik aldım bunu. Baxın, belə qalın mətbəx salfeti. Bir dənə Azərçay buket. Bir dənə də mənim həmişəki kremim. Bahalaşıb, çox üzüldüm bunun bahalaşmağına. Düz 40 qəpik bahalaşıb, 2 manat 80 qəpik. Qızlar, bunu hər dəfə də axır neçə ildir əvvəlki kanalımda deyirdim. Kimin ki əlində quruluq var, yəni bunu deneyə bilərsiniz. Mən bunu neçə nəfərə demişəm, hamısı dua ediblər ki, yəni nə yaxşı sən bu kremi bizə demisən. Həqiqətən də, yəni mənim əllərimə bundan başqa heç bir krem fayda etmir. Özdə mənə ən yaxşı bunun ablipi xalısı düşürdü. Yəni bir dəfə zeytunlusunu almışdım, o mənə o qədər də yaxşı təsir etmədi, amma sırf bu çay tikanı olan super kremdir. Yəni qiyməti də baha deyil. İstəsiz alıb sınaya bilərsiniz. Kimin ki əlində quruluq var. Baxın belə. Belə 2 dənə belə ev əşyası aldım. Bunu mən çoxdan da istəyirdim. Buralarda da var, bundan Can Home'da var idi. Misal üçün marketlərdə mənim rastıma çıxırdı. Amma çox baha idi. Yəni o qiyməti ona uyğunlaşdırmırdım mən. Amma burada Dekolivdə bunu 4 manata aldım. 3 manat 90 qəpik deyəsən. Mən kiçiyini götürdüm. Böyük razmerdə vardı. İkisi də eyni qiymət idi. Amma mən dedim ki, çox böyük mənə lazım deyil. Baxın belə, bunu qapıya keçirdirsən, mətbəx mebelin qapısına. Yəni zirzibil atmağa yaxşıdır. 4 manata bunu aldım. Bir də ki, qızlar, mənim yəni o çanağın böyrünə belə bir şey istirdim ki, qabları yığmağa, yulan qabları bunun içine yığım ki, məndə orada belə setka-setkadır qab, oradan köpük dəyirdi. Hər dəfə mən yuyandım. Məsafə az olduğundan qab yanda o köpüklər təmiz qablara dəyirdi hər dəfə. O məni narahat edirdi. Amma bu artıq bunun yan yörəsi bağlı olduğundan, bundan inşallah ki, elə bir problem olmaz. Əsas odur ki, düzdür, tam lap belə super yerləşməsə də yenə də çox axtarırdım. Ora uyğun qab tapa bilmirdim heç cür. Düşündüm ki, bunun içinə yəni bir xeyli həm qab yığa biləcəm, həm də dediyim kimi köpüklər falanlar qablara toxunmayacaq. Baxın belə. Xanımlar, baxın, demək istədiyim bax budur. Bu deməli çanağı elə qoyublar ki, nə oyanlıqdır, nə buyanlıq. Hər dəfə ustanı yad edirəm, kim ki bunu belə qoyub. Nə bu tərəfdən mənə normal yer saxlamayıb, nə də bu tərəfdən normal yer saxlamayıb. Yəni bunu ya çəkərdim tam kənara, burada yer olardı. Mənim normalda suşulkam var. Mən onu bura qoya bilmirəm, çünki bura yerləşmir. Düzdür, qoya bilərəm, amma ki mən onu bura yıxsam, burada qab yuduğum vaxt köpüklər falan hamısı gedəcək təmiz qabların üstünə. Onun hamısı da sonra mədəmizə gedəcək. Ona görə mən belə bir şey fikirləşdim. Düzdür, əvvəl bunu qoymuşdum. Yəni burada sadəcə bu özü idi. Sonra gördüm, yox, çox aşağıdadır. Yeni qablar məsafə yaxındır. Yeni köpük falan hamısı gedir qabların üstünə.
Sonra bunu dırmaşdırdım bunun üstünə. Və artıq baxırdım ki, yəni bu mənzərə də həm yaxşı görünmürdü, bezdirmişdi mənə belə görsənməyi. Həm də yenə baxırdım ki, buradan, bu hissələrdən yenə buradan hər dəfə köpüklər falan gedirdi. Çıxardırdım, təzədən yuyurdum, elirdim, bezmişdim axır. Ona görə istəyirdim ki, bura belə hündür, ya hündür, ya da ki belə bağlı, yəni setka kimi olmayan, həm də nazik bir şey ki, bura yerləşsin. Bunu çıxartsam, bu hissənin qulpunu çıxartsam, düşünürəm tam oturacaq. Çıxartdım. Belə məncə yaxşı oldu. Tam oturdu. Uzaqdan da belə görsənir. Məsəl üçün, bunun üstündən bunu keçirsəm və bura itələsəm. Yeri yaxşıdır, amma qap bağlanmır, görürsünüz. Belə əladır. Süperdir belə. Baxın, belə qoyursunuz, istəyəndə alırırsınız. Əslində belə də saxlamaq olar. Fikirləşirəm ki, daha az yer tutsun deyə. Belə də saxlamaq olar. Yaxşıdır da əlin altında. Yəni yuxarı buralara qoymaqdansa zibil qabını burada yaxşıdır. İçinə zibil boşaltmağa. Böyle göstərim. Qızlar baxın, qab yudum, yenə ürəyim dözmədi, dırmaşdırdım bunu yuxarı. Çünki gördüm aşağıda yenə də üstünə köpüklər falan sıçrayır təmiz qabların üstünə. Neyse dedim hələ belə qalsın, bu yetimdəki güclə dayanıb, ayaqsız bu, yəni zəifdir də. Görüm nəsə bura belə güclü bir şey tapsam, möhkəm ayaqlı bir şey, bura uyğun. Elə bir şey alıb barə elə qoyaram. Amma bir xeyli qab yerləşdi. O birisinin içində heç belə yuxuda da görünməsin ki, bu qədər qab yığaram içinə. Ya bu sobanı o tərəfə eləyərdilər biraz, burada yer saxlayardılar normal. Axır əlimizdə nə var odur. Bizə də qalan odur ki, bitər, işimizi asanlaşdıraq da. Gələcəkdə görüm, baxıram. Başqa nə tapıram bura uyğun. Bayaq marketə düşmüşdü yoldaşımdan. Dedim elə oradan dönək aptekə. Bu aralar ikimizdə də mədə problemi var. Mənim də mədəm ağrıyır arada. Yəni belə güclü ağrımır, amma ara-ara. Payızda bir də haradasa qışın əvvəllərində daim bunu içirdim. Mədə ağrısına qarşı. Çox gözəl də kömək edirdi, həm də ağrı kəsici kimi də. Yəni içən kimi demək olar mədənin ağrısını dayandırırdı. Amma sonra nəsə bilmirəm, ərindim, elədim, neynədimsə bir ara içmədim bunu. Mədəm də şükür o qədər ağrımırdı. Amma axır vaxtlar belə ağrımağa başlayanda bu pantoprazol alıram. Bunu atırdım. Yəni yaxşı kömək eləyir. Bu həqiqətən də yaxşı kömək eləyir mədə. Həmişə 40 ml alırdım. İndi bu dəfə 20 mg götürdüm. Amma dedim yoldaşımda da bu aralar mədəsi ağrıyır. Dedim elə gəlin ondansa çay tikanı götürək. Ablipixatda bu mədə üçün ən gözəl dərman, ən rahat üsulda baxın budur. Düzdür, ən rahatı budur tabletka atmaq. Amma ən xeyirlisi, ən rahatı götürsək budur. Yəni bunu vaxtı-vaxtında içsəz, gündə 3 dəfə yeməkdən 20 dəqiqə qabaq içsəz və biraz da yəni diyeta saxlasaz, diyeta deyəndə lap belə super diyeta demirəm də, yəni qazlı şirələr içməsəz, acılı belə bir şeylər yeməsəz, 7 günə, ümumiyyətlə 7 günə mədənin selektiv işası özün bərpa edir. Bunu da içsəz inşallah ki daha tez kömək eləyəcək də. Yəni baxır etapına da, yəni mədəniz hansı etapdadırsa. Amma yəni misal üçün məndə artıq görürəm ki, joqa başlayır və başlayır artıq ağrımağa, belə zəhlət tökən ağrı. Bunu içirəm, o qədər gözəl kömək edir ki, həm də xeyirlidir. Yəni tək mədəyə xeyir deyil də, bu ümumiyyətlə çay tikanı gözə xeyirdir, nə bilim qaraciyərə xeyirdir, çox şeyə xeyirdir. Ona görə məsləhət, yəni mədə üçün bunu, yəni sizdə də varsa bunu istifadə edin. Bu da ki, ümumiyyətlə həmişə mənim dediyimdir, qara zirədir. Bunu da həmişə profilaktik olaraq biz uşaqlara veririk. İnşallah istəyirəm özümüz də içək, çünki özümüz neçə vaxtdır
Bundan o qədər də içmirik. Dedim, niyə özümüz içmirik? Gərək elə başımıza bir şey gəlsin ki, sonra içək. Ona görə bir dənə qara zirə götürdük, bir dənə çay tikanı. Bir dedim, evdə olsun da, birdən baxmayın, indi lazım olsa belə pantoprazol götürdüm, 20 mg. İnşallah ki, bunu içmərik, elə bunu içərik, keçərik, heç bu lazım olmaz. Yəni, sizə də çox məsləhət görürəm. Alanda da, misal üçün, mən aptekdə deyirəm ki, mənə Herbafloranın həm çay tikanısını verin, həm qara zirəsini verin. Görürəm, gətirib, yəni Herbafloranın başqa qara zirəsini gətirirlər. Yəni, Həbəşistan olmayan. Bura baxın, görürsünüz, burada yazılıb Həbəşistan toxumu. Yəni, sırf bunu alın, bu məsləhətlidir, ən faydalısı budur. Qara zirənin Həbəşistan toxumu olan. Yəni, siz də profilaktik olaraq bunu, yəni bizdə uşaqlarda o qədər yaxşı bu kömək edir ki, onlara verirəm. Biraz görürəm, öskürməyə başlayırlar, verirəm, içirlər. Yəni, öskürək çox belə rahat keçir, asanlıqla keçirdirlər. Yəni, həqiqətən də immunitetin bir nömrəli dostudur, qara zirə. Hə, qızlar, qiymətlərinə qalanda da belə dəqiq bilmədim, çünki çeki hamısını bir yerdə vurdular. Bu, üstündə yazılıb 4.50-dir. Bunlar da deyirəm də sizə, yəni ən yuxarısı 10 manat, ikisi də 9 neçə, bu da 9 neçədir, bu da 9 neçədir. Yəni 10 manatdan aşağıda, uzağı 10 manat, hərəsini 10 manat fikirləşin də, 9 neçə.